Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar. Bugünkü tədbirimiz Şəhid Məmmədov Toğrul Səyyədoğlunun anım günü ilə əlaqədardır. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Bir dövlət olmuşuq, biz Toğrul kimi igid qəhrəman oğullarımızın şəhid olmuşdular. Düzdür, 1994-cü ildə atəşkəs elan olunsa da dəfələrlə ermənilər bu atəşkəsi pozdular. Səbinə xanımın dediyi kimi ilk yolu açan bizim igid qəhrəman oğullar aprel döyüşlərindən oldu. Doğma torpaqlarımız qayıtdı. Ermənini və erməni dəstəkleyen dövlətlər bunu bize bağışlamayacaklar. İnanın. Ey atalar deyir su gelen arka bir de su gelir. İnanın ki bu ermeni biçkili bir balaca başını kaldırsa yine bu hareketler eləyəcək. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif lam mim. Zalikel kitabu la rayba fihi hudan lil muttaqin. Okuduğum Kur'an aylarının sevabına merhum babamız Toğrul Səyyədoğlu'nun tərəfində, o cümlədən Azərbaycan şəhidləri, qadın şüruhların tərəfində bir yerde oxuyaq. Əl-Fatihə məs-salavat. Allah rəhmət eləsin, ruhu şad olsun. Şəhidlər hər zaman yaşayacaqdır. Onların ən böyük qazancı xalqın, millətin o yaddaşında qalmağıdır. Onların ən böyük adı, ən böyük ordenləri, medalları odur. Bugün Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri gedir, binalar, körpülər tikilir. Yurd yuvalarından didərgin düşmüş insanlar öz evlərinə qayıdırlar. Bunlar hamısı bizim şəhidlərimizin, ölkəmizin birliyinin, xalqımızın birliyinin nəticəsində olmuşdur ki, Beləliklə də Naxçıvan şəhər Şıx Mahmud kəndində qəhrəman şəhidimiz Toğrul Məmmədovun 10-cu il dönümü mərasimi sona yetdi. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət, məqamları ucu olsun inşallah. Bugün həm də Şıx Mahmud mazarlığında qəhrəman şəhidimiz Məhərrəmov Maiz Füzuli oğlunun mövlüdü günü qeyd edilir. Uşaqlarımız kimi özümüzün də arzularımız ürəyimizdə qalıbdır. Amma bugün biz ne edirik? Bir halva çalırıq, bir fatihə bağışlayırıq. Allah heç bir valideynə bu qara daşın üstündə
çarəsiz halda, çarəsinə dərd tapmadığı halda danışmağı nəsib eləməsin. Düzdür, deyirik ki, bir bala itirmişik, yüzlərlə bala tapmışıq. Biz o balaları öz balamız kimi bağrımıza basıb öpürük üzlərindən. Amma heç kim bizi Zülfü qədər, Emin qədər qucaqlayıb bağrına basa bilməz. Biz canımızdan dəyərli can vermişik bu torpağa. Mən gedəndə ağlamasın heç kəsim, vətən məni səsləyirdi, getmişəm. Kəsiləndə səngərdə son nəfəsim, torpağımı candan əziz etmişəm. Mais Füzuli oğlunun hakkında El-Fatiha. Füzuli, Allah rahmet eylesin şahidimize. Allah sabır versin sana. Allah Mahir'e bacıma da rahmet eylesin ki öyle bir oğul verdi. Allah sabır versin. Allah rahmet eylesin. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Başda icra başçısı müavini Sabine xanım, şəhid ataları və şəhid anaları, qazilərimiz, veteranlarımız, Allah sizlərə uzun ömür, can sağlığı versin. Allah polislərimizi qorusun, hərbiçilərimizi qorusun və burada iştirak edən bütün tədbir iştirakçılarına öz minnətdarlığımı bildirirəm. Sağ olun. Seni kalpte basralar, bir de canan, canım atamdı, atamdı. Oy varamda, canım atamdı. Dost kardeşim her an dilimi, mutlu haznali, şirin canımı, ahuzarla keçer benim her anım atam, canım atamdır, canım atamdır. Taş bir de gelir, oy varamına, canım atamdır, canım atamdır. Verilişdə də şəhid Məhərrəmov Mais Füzuli oğluna həsr edilmiş mövlud günü mərasimi başa çatdı. Allah şəhidimizə, cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun inşallah. Allahdan bütün şəhid ailələrimizə bol səbir diləyirəm.